İsrailin müdafiə ordusu Tehranda İran güc strukturlarının 7 yüksək vəzifəli rəhbərinin və 40 böyük komandirin öldürüldüyünü bəyan edib. İsrail ordusu endirilən zərbələri tarixi adlandıraraq qeyd edib ki, onları hərbi kəşfiyyat məlumatları əsasında həyata keçirmək mümkün olub. Bundan əlavə, İranın qərb və mərkəzi hissələrindəki hava hücumundan müdafiə sistemlərinin böyük hissəsinin məhv edildiyi və bunu İsrail hərbi hava qüvvələri üçün Tehran səmasında strateji üstünlük adlandırıb. İsrailin müdafiə ordusu İranın ali rəhbəri Əli Xameneyinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb. Sepahın açıqlamasına görə o, İsrail hərbi hava qüvvələri tərəfindən kəşfiyyatın ətraflı məlumatları əsasında həyata keçirilən geniş miqyaslı əməliyyatın hədəfi olub. Əlavə olunub ki, zərbə Tehrandakı mərkəzi komandanlıq binasına Xameneyi və digər rəsmilərin orada olduğu anda endirilib.